Ramil Rövşən deyir, bu dünyada tərəzinin dilini bilən qazanır. Tərəzinin dilini bilir, alış-verişi. Pul qazanır da. Və yaxud əkin əkir, pul qazanır. Və bu dövlət və bu adam inkişaf edir, milyardlar pul qazanır. Burada psixoloqa, sosioloqa, tarixçiyə, filosofa, ilahiyyatçıya, ədəbiyyat adamına, ədibə nə ehtiyac? Demək, bir sosioloq danışırdı, müasir sosioloqlardan biri, xarici. Deyirdi ki, insanın ehtiyacları iki cürdür. Bir ehtiyac, insan onu duyur, ehtiyac olmasın. Məsələn, Barat doktor əyləşib burada yeni klinikanın rəhbəri, dəyərli dostumuz. Harası ağrıyır, görün orada yazıb xəstəxana. İnsan bədəni ağrıyır, xəstəxanaya getmək lazımdır. Bunu bilmək üçün kitab oxumağa ehtiyac var. Yox, ibtidai elə anasından da öyrənə bilər də bunu. Getdi, müalicə aldı. Müqəddiməm çox geniş oldu, şey qaldı. Getdi, müalicə aldı. Yaxşımı? Acımışam, yeməkxanaya gedirəm. Xəstələnmişəm, xəstəxanaya gedirəm. Burada ilahiyyatçı, filosof, ədəbiyyatşünas, psixoloq, sosioloq olmağa ehtiyac var. Bunu hamı bilir də. İndi başqa bir məsələ. Ölkədə boşanmaların sayı diqqətlə xahiş edirəm məndən. Boşanmaların sayı 50%-a çatır bir ölkədə, hansı ölkədə. Boşanan insanlara yaxınlaşırsan, bax məhkəmədə boşandılar çıxırlar. Yaxınlaşırsan müsahibə alırsan. Deyirsən ki, səncə sənin boşanmamağın üçün, bu problemi yaşamamağın üçün kimə ehtiyac var? Sizi inandırıram ki, 90%-i gücü. Baxın görə götürdü da. Neyini? O adamın həmin anda problemin içində boğulur, sosioloqa, psixoloqa, ilahiyyatçıya ehtiyaclı olduğunu bilmir adam. Dəhşətli söhbətdir. Orada bilir, acdır, yeməkxanaya gedir. Xəstədir, xəstəxanaya gedir. Burada isə bilmir də. Bax, məsələnin çətinliyi buradadır. Sosial elmlərin tədqiqatçılarının müsibəti buradadır. Həkimin o problemi yoxdur. Restorancının o problemi yoxdur. Amma sosial problemi tədqiqat eləyən tədqiqatçıların bəlası var da. O gərək sübut eləsin ki, bunlar sizə lazımdır. Hələ onu ehtiyac olduğunu başa salsın.